Merhaba, hoş geldiniz. Burası ateşgah. Ateşgah sözünün mənası ateş, od, alev, gəh isə yer deməkdir. Alevin məkanı, alevin evi deməkdir. İlk mabed burada olub, bizim eramızın 2-ci yüzillikində. Mabed Zərdüş mabedi olub. Bakın o zaman bizde Zərdüşlük dini olmuş. Sonradan biz İslam dinini qəbul etdikdən sonra mabed tərk edilmiş vəziyyətdə qalıb. Amma bu gördüyünüz alevlər sönməmiş. Sonradan böyük İpək yolu vasitəsilə, ticarət yolu vasitəsilə ilk öncə bura gəlmiş Hind tüccarları doğal alevləri görmüşlər, başlayırlar mabedin inşasına. Bakın burada ümumilikdə 26 dənə oda var. Bu gördüyünüz odaların ismi isə hücrə deməkdir. 20 tane yazı var. 19'u Sanskritçe, biri isə Farsça olan kitabədir. Bakın bu odalarda 3 dini nümayəndəsi qalmış. Zərdüşlər, Sixlər və Hindlər. Böyle.